Diz çöktürmüsən oğlumun plakatının qarşısında, çöktü diz. Üzr istədi, qələt eləmişəm dedi, nə bilim, nə yemişəm dedi. Anladıq, amma bir adamı nə qədər alçaltmaq olar ki? Siz bunu eləyə şəhidinizə mi hörmət qoyursunuz? Xeyr, bu şəhidə hörmət deyil. Bugün bir şəhid anası kiminsə varını, yoxunu sörsün. Nə işiniz var kiminsə varısı ilə? Ölüb öləni ilə nə işin var sənin onun? Belə şəhid anası olar, qurban olum sənə. Bir də gəlləmə üzərinə bilirəm top ateşinə tutacaqlar məni. Ki, yaylığımız başva olsun. Sənin də oğlunu Allah öldürsün. Bizim çəkdiyimizi çəkəsən. Bir dənə qarğışlar eləyirlər, adam şokda deyir. Valla mənim oğlumun alnına şəhidlik yazılıbsa olacaq, amma 14 yaşı var da. Bugün Azərbaycan Respublikasının qanunvericiliyi ilə 14 yaşlı birisi müharibədə iştirak eləyə bilməz. Bir şəhid anası başqasına necə içdən qarğış eləyə bilər ki, yaylığın başva olsun. Şəhid anaları tanıyıram, qoymur oğlu məzarının üzərində. Kimsə göz yaşı töksün. Deyir, oğlum torpaq üçün şəhid olub. Bilirsiniz nə ucalıqdadır? Ağlamayın oğlum üçün. Mən fəxr eləyirəm. Amma o şəhid anaları çox azdır. Bilirsiniz o şəhidə nə qədər dəyərli, şəhidə nə qədər üstünlükdür. Amma bu şəhidə hörmətsizlikdir. Sən oğlumun plakatın qabağında cəmaatda var, yox qoymursan. Sənin ağbirçəkliyin, bəs sənin oğluna hörmətin hardadır, ay xanım? İkincik, sənin nəslində kişi yoxdur gəlib, kişi ilə söhbət eləsin. Veriblər arvadı qabağa, kişilər də qıraqda telefonla çəkirlər. Valla bu qədər ucuzlaşdırmayın da siz şəhidi. Başa düşəm, indi deyəcəksiniz ki, sən gör bizim şəhidi bizdən çox istəyirsən. Amma and olsun Allaha, belə şeylərə baxıram, başa düşürəm ki, mən həqiqətən şəhidə daha çox dəyər verirəm. Ola bilsin ki, oğlunuzu o qədər pis alçaldı. Amma bir şəhid anasının ucalığı ondan ibarətdir ki, həmin o şəxsi gətirsin, şəklinin qabağında desin ki, üzr istə oğlumdan. Və bu gün sən bu vətən torpağının üzərində mənim oğlumun axan qanuna görə yaşayırsan. Çox ayıb olsun, amma səni bağışlayıram. Birinci, axırıncı dəfən olsun deməlidir şəhid anası. Şəhid anası at oynada bilməz, qurban olum sizə. Şəhid atası at oynada bilməz. Bu şəhidin adından az istifadə eləyin. Qarşındakı ilə sənin nə fərqin oldu? Sənin statusun nə oldu? Hara dəyişdi? Sənin onu ilə fərqin varmı, yoxdur? O kişi daha abırlı görsənir. Belə şəhid anası vallahi olmaz. Hər vaxtınız xeyir olsun aziz dostlar. Tez hər biriniz moy balı ilə bağlı maraqlanırsınız. Bəli, artıq moy balı gördüyünüz kimi tam hazırdır. Amma kütləvi süzüm hələ eləməyəcəyim. Qoy tam yetişsin, ondan sonra süzərəm iyun ayının 5-də. Çünki arı hələ də çox güclü şəkildə işləyir. Amma moy balından kim istəyirsə əgər, baxın bu cür çıxardırıq. Moy balının balından göndəririk müştərilərə. Kim istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu möhtəşəm ballardan qoy sizin də süfrələrinizdə olsun.